Davamı kimi gəlir? Biz demişdik ki, 3-də əvvəli diaqnostikdə, axırda özünü qiymətləndirmə aparırsa, bu artıq formativ olur. Sonda aparırsa. Burada da özünü qiymətləndirmə varsa, bu formativdir. Hə, düzdür. Onu almaq istəyirdim səndən ki, görüm niyə səhvdir. Siz istəyirəm ki, fikirlərinizi əsaslandırasınız. Dediyiniz cavabın əsaslanmasını istəyirəm ki, görüm həqiqətən də. Şagirdlərinizə də elə deyirsə, şagird durub deyir, müəllim A variantı, B variantı. Deyir ki, niyə A variantıdır? Dur fikrini əsaslandır görüm. O əsaslandırma da bilirsiniz də, hansı mərhələdə? Aytaz, buradan qoy bir sual çıxardım. Şagird fikrini əsaslandırır. Hansı mərhələdir? Dəyərləndir. Hə. Dəyərləndirmə mərhələsidir. Hər şagird də fikrini əsaslandıra bilmir. Yəni əsaslandırmaqda çətinlik çəkir. Bəli, bu diaqnostik qiymətləndirmənin elementi deyil. Bu formativ qiymətləndirmənin elementidir müəllimlər. Ona görə o yanlışdır. Növbəti suala keçək. Oxusun, deməli, Aygün müəllimə qoşulmayıb. Xəyalə müəllim oxusun. Biri diaqnostik qiymətləndirmənin məqsədinə aid deyil. Şagirdin məzmunla bağlı ümumi bacarıqlarını müəyyənləşdirir. Bu aid deyil də elə. Ümumi bacarıqlarını məzmunla bağlı. O birləri oxuyun bir dəqiqə. Şagirdin bilik səviyyəsini müəyyənləşdirir. Bu aiddir diaqnostikə. Şagirdin psixoloji vəziyyətini öyrənməyə yardım edir. Yox. Bunda A doğru olacaq. Şagirdin məzmunla bağlı ümumi bacarıqlarını müəyyənləşdirir. Bunda diaqnostik qiymətləndirmə tək biliyi yox, bacarığı da müəyyənləşdirir də. Bilik bacarığı müəyyənləşdirir. Belə çıxır. Hansını götürdünüz müəllimə? C-yi götürdüm müəllimə. Təlimi effektiv təşkil etməyə kömək edir. Bu doğrudur. Şagirdin gündəlik fəaliyyət səviyyəsini izləməyə xidmət edir. Bu da yanlış olur axı. Gündəlik fəaliyyəti izləyirsə, bu formativdir. Şagirdin psixoloji vəziyyətini öyrənməyə yardım edir. Müəllimə, C-yi bilmirəm. Psixoloji vəziyyəti öyrənməyə. Müəllimə, bax, E variantına baxaq. Deyir ki, şagirdin gündəlik fəaliyyət səviyyəsini izləməyə xidmət edir. İzləmək var diaqnostikdə. Formativdir də bu. Bu formativdir də. Onu götürdüm, dedim. Onu götürdünüz. Nəyi başa düşmədiniz bəs? C-ni başa şagirdin düşmədiniz. psixoloji vəziyyəti. Aha, müəllimə, bəli, diaqnostik qiymətləndirmədə biz şagirdin psixoloji durumunu da yoxlayırıq. Bu necə olur? Yəni, əgər şagird tədris prosesində hansısa bir problemlərlə qarşılaşırsa, yəni biz onu müşahidə edirik. O problemlərlə qarşılaşan zaman şagirdin psixoloji vəziyyəti, emosional vəziyyəti öyrənilir. Yəni, həmin o vəziyyətdə özünü necə hiss edir? Necə davranır? Əhval-ruhiyyəsi necə olacaq şagirdin? Həmin onlar öyrənilir. Diferensiallığı təmin etmək üçün. Bəli. Məsələn, şagird var ki, baxırsan ki, məsələn, müəyyən bir çətinlikdə məyus olacaq. Geri dönüş etmək istəyəcək, ruhdan düşəcək, motivasiyası olmayacaq, əhval-ruhiyyəsi sıfıra yenəcək və s. Yəni, biz nə edirik? Diaqnostik edərək onu müəyyənləşdirə bilərik. Yəni, diaqnostik qiymətləndirmədə var ki, bilmirəm, onu izahımda dedim, demədim. Ümumiyyətlə, yəni, biz şagirdlərin o diaqnostik qiymətləndirməni eləyirik, orada portfolioların içinə müəyyən fayllar qoyulur. Hər fənnə aid onların, deyək ki, o diaqnostik qiymətləndirməsi o faylların içinə yerləşdirilir. Və bundan başqa da bir dənə də sosial bacarıqlarıdır, onların ümumi fəaliyyətləridir. Deyək ki, şagirdin digər, lap deyək, bax o elə o burada testdə göstərilən o bir məqamdır. Onlar hamısı haqqında da əlavə bir fayl qoyulur şagirdin. Şagird haqqında da o sosial bacarıqları, ümumi fəaliyyətləri ilə bağlı da yazılı materiallar, psixoloji durumu olsun, onlarla bağlı o məlumatlar həmin o ayrıca ayırdığımız o faylın içərisinə qoyulur. Və o fayl dolanda yeni fayl da əlavə olunur. Yəni, tək o fənlər üzrə, bax, fənlər üzrə ayrı-ayrı fayllar qoyulur. Bir dənə də əlavə fayl onların o sosial bacarıqlarına uyğun, onların ümumi fəaliyyətlərinə uyğun olaraq bir dənə də əlavə fayl qoyulur ki,
onları da o şagird, hər şagird haqqında da onun içərisinə, o failin içərisinə onlar haqqında yazılı qeydlər, yazılı məlumatlar əlavə olunur. Və mütləq şəkildə şagirdin psixoloji vəziyyətini deməli diaqnostik qiymətləndirmə vasitəsilə öyrənilir. Belə müəllimlər. Mərhələlərinə aparılır. Deməli, əgər təlim prosesinin mərhələsi deyirsə, deməli,